Bismillah. Deməli, qığırdaq yeyilməsidir, oynaq ağrılarıdır. Bu kimi problemlərin iki üsulla aradan qalxmasında istifadə edəcəyimiz biri hicamadır, digəri isə zəlidir dostlar. Deməli, nahiyəni yaxşıca masaj edirik. Masaj eləmək qan dövranını yaxşılaşdırır. Ona görə mütləq hicamalı bankaları qoymazdan əvvəl belə masaj edin. Tək, yəni ayaqda deyil, hansı nahiyədən hicamadan istifadə edəcəksinizsə, mütləq öncədən masaj eləmək vacibdir. Görürsünüz, bu alətdən istifadə edirəm. İstəyən olsa bizdən əldə edə bilər bundan da. İstifadə edədiyim yağdan da, dazotu yağından da bizdən əldə edə bilərsiniz. Diz qapağının tam boşluğuna da deyil, boşluqla alt hissəsinin yanına bankamızı yerləşdiririk. Boşluğun alt hissəsinə sərt yerə yenə bankamızı yerləşdiririk. Təxminən 5 dəqiqə kifayət edir. Bankanı belə gözlətmək təxminən 5 dəqiqə kifayət edir. 5 dəqiqəmiz keçdikdən sonra dostlar, TikTok qanı görəndə blok eləyirmi yoxsa yox? Mən də qanı göstərməməyə çalışıram. Mümkün qədər qanı göstərməməyə çalışıram. Hicamadan sonra dostlar, yenə dazotu yağından dezinfeksiya edə bilirik. Qaracıra yağından da edə bilərik. Dazotu yağından da edə bilərik. Bu gördüyünüz ikinci prosesimiz zəli olacaq. Deməli, bunlar burada öz işini görərkən, mən də biraz bunları tərifləyim də, biraz bunun faydalarından sayım. Deməli, dostlar, zəli terapiyası, yəni herodoterapiya, zəlinin ağız suyunda olan 100-dən çox bioloji aktiv maddə və ferment, məsələn, herodin sayəsində qan dövranını tənzimləyir, iltihabı azaldır və bədəni toksinlərdən təmizləyir. Bax, əsas amillərdən biridir ki, bədəndə qan dövranı yaxşı olsun, iltihab azalsın və bədəndəki toksinlər təmizlənsin. Deməli, zəlinin insan orqanizmə əsas faydaları nələrdir, dostlar? Qan dövranı və ürək damar sistemi. Qanı duruldur, laxtalanmanın qarşısını alır və tonkları əridir. İnsult və infarkt riskini azaldır. Damarları genişləndirərək qan axınını rahatlaşdırır. Təzyiqi tənzimləyir. Yüksək qan təzyiqindən, yəni hipertoniyadan əziyyət çəkənlərə kömək edir. Və dəri sağlamlığı üçün də istifadə edə bilərsiniz. Dərini cavanlaşdırır, hüceyrələrin yenilənməsini təmin edir və qırışları hamarlayır. Ləkə və sızanaqları yox eləyir. Üzdəki qara nöqtələri, günəş və sızanaq ləkələrini təmizləyir. Sinir sistemi və oynaqlarda da yenə ağrıları kəsir, oynaq, əzələ və miqren ağrılarını effektiv şəkildə azaldır. Sonra osteoxondrozda, onurğa sütunu və boyun tuzlaşmalarında da yenə iltihabı götürür.